Salam dostlar, bu videoda MAC adreslərə aid olan test suallarını izahlı formada cavablandıracağım. Birinci sualdan başlayaq. MAC adreslərin uzunluğu nə qədərdir? Doğru cavab B variantı 48 bit. MAC adreslər OSI modelinin ikinci layerində işlər və 48 bitdən ibarətdir. 1 byte 8 bit olduğunu nəzərə alaraq həmçində MAC adreslərə deyə bilərik ki, 6 bytedən ibarətdir. Keçək ikinci sualımıza. 2 nömrəli sual. OSI modelinin hansı layeri MAC adreslərdən istifadə edir? Doğru cavab C variantı Data Link Layer. OSI modelinin ikinci layer olan Data Link Layer MAC adreslərdən istifadə edir. Keçək növbəti suala. 3 nömrəli sual. Əsasən hansı cihaz MAC adreslərdən istifadə edərək trafiki forward edir? Doğru cavab B variantı switch. Switchlər LAN-da trafiki forward etmək üçün MAC adreslərdən istifadə edir. Keçək növbəti suala. 4 nömrəli sual. MAC adres neçə baytdan ibarətdir? Doğru cavab B variantı 6 baytdan. MAC adreslər 6 baytdan və ya 48 bitdən ibarətdir. 5 nömrəli sual. Aşağıdakılardan hansı MAC adresdir? Doğru cavab C variantı. A variantındakı IPv4 IP adresidir. B variantındakı IPv6 IP adresidir. D variantı isə subnet maskdır. Doğru cavab C variantı. Keçək növbəti suala. 6 nömrəli sual. MAC adreslərin ilk 24 biti nəyi bildirir? Doğru cavab B variantı vendor ID, yəni ki, istehsalçı şirkəti bildirir. İlk 24 biti Organizational Unique Identifier da adlandırırlar. Keçək növbəti suala. 7 nömrəli sual. OUI-ın açılışı nədir? Doğru cavab B variantı, Organizational Unique Identifier. OUI IEEE tərəfindən hardware istehsalçılarına təyin olunur. Keçək növbəti suala. Cisco switchlərdə hansı komanda ilə MAC adres table-a baxa bilərik? Doğru cavab C variantı, Show MAC Address Table. Show MAC Address Table komandası ilə MAC adreslərin hansı interfeyslərdən gəldiyini görə bilərik. Keçək növbəti suala. 9 nömrəli sual. FF-lər hansı növ MAC adresdir? Doğru cavab B variantı, Broadcast. Keçək növbəti suala. 10 nömrəli sual. Hansı protokol IP adresləri MAC adreslərlə əlaqələndirir? Doğru cavab C variantı, ARP. ARP-ın açılışı Address Resolution Protocol. 11 nömrəli sual. Switch Unknown Destination MAC adresi qəbul etdikdə nə baş verir? Doğru cavab C variantı. Qəbul etdiyi portdan başqa digər bütün portlardan göndərir. Bu proses Unknown Unicast Flooding adlanır. Keçək növbəti suala. 2 nömrəli sual. Hansı MAC adres növü bir cihazı bildirir? Doğru cavab C variantı, Unicast. Unicast MAC adres spesifik bir cihazı bildirir. 13 nömrəli sual. Lokal area networkdə iki cihazda eyni MAC adreslər ola bilərmi? Doğru cavab B variantı, xeyr. MAC adreslər unique olmalıdır. Lokal area networkdə iki cihazda eyni MAC adreslər olarsa, şəbəkədə communication problemi çıxardacaq. Keçək növbəti suala. 14 nömrəli sual. MAC adreslər heksadesimal formada necə yazılır? Doğru cavab C variantı. 0-dan 9-a qədər olan rəqəmlər formasında yazılır və A-dan F-ə qədər olan hərflər formasında yazılır. Heksadesimal deyərkən 16-lıq say sistemi nəzərdə tutulur. Keçək növbəti suala. 15 nömrəli sual. MAC adresləri başqa adla necə adlandırırlar? Doğru cavab B variantı, fiziki adres. MAC adresləri həmçinin fiziki adreslər də deyirlər. 16 nömrəli sual. Cisco cihazlarda ARP table hansı komanda ilə baxmaq olar? Doğru cavab A variantı, Show ARP. Show ARP komandası ilə Cisco cihazlarda ARP table-a baxmaq olar. ARP table-da hansı IP, hansı MAC adresin uyğun gəldiyini görə bilərik. Keçək növbəti suala. 17 nömrəli sual. ARP protokolu OSI modelinin neçənci layerində işləyir? Doğru cavab B variantı. OSI modelinin ikinci və üçüncü layerində işləyir. ARP protokolu IP adresləri əsasən OSI modelinin 3-cü layerində, MAC adresləri əsasən isə OSI modelinin 2-ci layerində işləyir. Bəzən ARP protokolunu 2.5 layer protokol da adlandırırlar. Keçək növbəti suala. 18 nömrəli sual. Switch qəbul elədiyi framelərdən nə öyrənir? Doğru cavab A variantı, Source MAC adres. Switch qəbul elədiyi framelərdən Source MAC adresləri öyrənir. Keçək növbəti suala. 19 nömrəli sual. Aşağıdakılardan hansı IPv4 Broadcast MAC adresdir? Doğru cavab B variantı. FF-lər olan IPv4 Broadcast MAC adresdir. Keçək növbəti suala.
20 nömrəli sual. MAC adreslərin məqsədi nədir? Doğru cavab A variantı. Lokal networkdə cihazları müəyyən etmək. MAC adreslər ilə lokal networkdə cihazlar müəyyən olunur. Keçək növbəti suala. 21 nömrəli sual. Cisco cihazlarda interfeyslərin MAC adresini hansı komanda ilə görmək olar? Doğru cavab A variantı. Show interfaces. Show interfaces komandası ilə interfeyslərin MAC adreslərini görmək olar. Keçək növbəti suala. 22 nömrəli sual. MAC address table başqa adı ilə necə adlanır? Doğru cavab B variantı. COM table. MAC address table'lar həmçində COM table-da deyirlər. COM table-ın açılışı Content Addressable Memory Table. Keçək növbəti suala. 23 nömrəli sual. Switchlər MAC adresləri necə öyrənir? Doğru cavab C variantı. Switchlər MAC adresləri qəbul etdikləri frame'lərə əsasən öyrənir. Keçək növbəti suala. 24 nömrəli sual. Hansı MAC adres növü ilə trafik bir qrup cihaza göndərilir? Doğru cavab C variantı. Multicast. Multicast ilə bir qrup cihaza trafik göndərilir. 25 nömrəli sual. Switch'in MAC adres table-ındakı entry üçün vaxt bitərsə nə olar? Doğru cavab A variantı. MAC adres undular. Aging timer 300 saniyədir. 300 saniyə ərzində həmin MAC adresə aid yenidən frame gəlməzsə, switch onu MAC adres table-dan siləcək. Silindikdən sonra həmin MAC adresə aid yenidən frame gələrsə, switch onu yenidən MAC adres table-a əlavə edəcək. MAC adreslərə aid olan suallara izahlı formada cavab verməyə çalışdım. Ümid edirəm ki, bu sualların izahları şəbəkəni daha yaxşı öyrənməyinizə kömək edəcək. Dostlar, əgər videonu bəyəndiysəniz, like etməyi, şərh yazmağı və dostlarınızla paylaşmağı unutmayın.